Hörmətli izləyicilər və dəyərli müştərilər, gördüyünüz kimi işlərimiz davam edir. Arada bir kənd içindən belə göbələyimiz də çıxır. Təbii ki, bunlar zərifatdır. Deməli, 2 gündən öncə sizlərlə paylaşmışdıq ki, artıq işlərimizə start vermişik. Gördüyünüz kimi artıq 2 gündür ki, işimizin bir hissəsi yekunlaşır bugün. Sonra 250 litrlik kənimiz də var idi. Sizlərlə paylaşmışdıq 2 gündən öncə. Artıq onun da ikinci hissəsi, hətta ikinci hissəsi bitmək üzərədir. Dediyim kimi birinci hissəmiz 316 iləndir, ikinci hissə 304 iləndir. Hansı ki 316 ona görə qoyuruq ki, qida məsəl üçün təmas eləyəcək yeri 316 ilə olsun. İşlərin yenə də gedişatı ilə sizlərlə paylaşacağıq, sizləri tanış edəcəyik. Bizim işlər hansı qaydada, hansı keyfiyyətdə, hansı tərzdə, necə yığılır. Onlarla sizi paylaşıb tanış edəcəyik. Sağ olun, izləmədə qalın.